Salam dostlar. Demək biz bu gün sizinlə danışacağıq. Questions given to the subject and its attribute. Mübtəda və onun təyinə verilmiş suallar və questions given to secondary parts of sentence. Cümlənin ikinci dərəcəli üzvlərinə sual vermək. Ümumiyyətlə bu dərs başa düşmək üçün Azərbaycan dilində mübtəda, xəbər, təyin, tamamlıq, səhvlik bu mövzuları başa düşmək lazımdır ki, bu mövzunu da başa düşək. Demək və burada əsas məsələ yenə gəlirik, qayda dəftəri. Nə bilməliyik uşaqlar? Demək, cümlə üzərinə sual verəndə, məsələn, zamana sual verirsinizsə when-dən, what time-dan və yaxud da səbəbə sual verirsinizsə why-dan, kimi kimə deyirsinizsə sualda whom-dur. Ümumiyyətlə yazı saxlayın ki, tamamlığa Azərbaycanda kimi nəyə sual verilir? İngiliscə də elədi. Ya what-dan ya da whom-dan sual veririk. Xəbərə məsələn həmişə what-dan sual veririk, çünki nə deyirik orada. Təyinə məsələn which deyə bilərik, what kind of deyə bilərik. Məkana where-dən sual veririk, zamana when-dən, what time-dan. Yəni bu formada da davam eləyir. Amma əsas məsələ nədir? Nəyi bilməlisiniz? Bir neçə qeyd var ki, indi onu deyəcəm özü üçün də qeyd edeyim. Cümlə üzərinə sual verəndə quruluş bu formada getməlidir. Birinci xüsusi sual əvəzliyi gəlməlidir. İkinci köməkçi feil gəlməlidir. Üçüncü mübtəda gəlməlidir və dördüncü isə xəbər gəlməlidir. Əgər siz bu testləri işləyirsinizsə, bu mövzuya aid olan testləri, burada 2-3 qayda var ki, onu əzbər bilməlisiniz. Birinci qayda odur ki, özü üçün də qeyd edin. Köməkçi feilinə, məsələn, do, does, did, bunlara niyə köməkçi deyilir? Çünki cümləyə sual və inkarını düzəltməyə bizə kömək edir. Onlardan sonra birbaşa xəbər gələ bilməz. Və belə yazında köməkçi feil üstəgəlsin xəbər olmaz. Bu birinci qeydimdir. İkinci qeydim isə odur ki, xüsusi suallardan sonra birbaşa mübtəda gələ bilməz. Mübtəda o da olmaz. Yəni xüsusi sualdan sonra birbaşa mübtəda gələ bilməz. Və nə ola bilər? Yazın ki, who, what, üstəgəlsin xəbər, bu olar artıq, bu olar. İndi mən də baxıram ki, bu qaydanı biləndən sonra birinci testimi işləməyə başlayıram. Bilirəm ki, cümlədə birinci nə gəlməlidir? Xüsusi sual. İkinci nə gəlməlidir? Köməkçi feil, yəni has, did, does, was. Üçüncü nə gəlməlidir? Əlbəttə ki, mübtəda, the baby. Əla. Dördüncü isə demək, how long has the baby? İndi isə xəbər verməliyəm mən cümləmə. Baxıram ki, nə səhvlər tapa bilirəm. Did varsa uşaqlar, ümumiyyətlə B variantı çıxdı bu quruluş düzəltmədə. Did varsa cümlə keçmiş zamanda ola bilməz. Ümumiyyətlə biz demişik ki, indiki zamanda does gələndə mütləq şəkildə s düşməlidir. Məsələn, bax görürsünüz D variantında eyni səhv var. Does gələndə s düşməlidir. Did də gələndə keçmiş zamanı əlindən alır. Və was-dan were-dən sonra been gələ bilməz. Bunu mətçun növün qaydasını keçəndə keçmişdik. Ona görə cavabımız elə A variantı qalır ki, uşaq nə qədər müddətli yatır. Keçirəm növbət testimə 2-yə. Baxıram yenə cümlədə birinci nə gəlməlidir? Xüsusi sual. Gətirdim. Xüsusi sual. İkinci nə gəlməlidir? Köməkçi feil. A-da B-də yoxdur deyə avtomatik olaraq A və B variantları artıq bizdə çıxdı. Üçüncü nə gəlməlidir? Mübtəda. Y variantında mübtəda yox, xəbər gəlib, ona görə o da çıxdı. Dördüncü isə xəbər gəlməlidir cümlədə. Xəbər gəlib, sağ olsun. Amma did gələndə idi nə etməli idi? Düşməli idi. Ona görə C variantı doğru cavabdır. Üzrsən. Demək, keçəm növbəti sualıma. Yenə cümlədə birinci gəlməlidir. Xüsusi sual. İkinci gəlməlidir. Köməkçi feil. Köməkçi feil bir də xatırladım ki, indiki zamanda köməkçi feillər nə olur ay uşaqlar? İndiki zaman köməkçi feili do, does olur. Keçmiş zamanın köməkçi feili did olur. Gələcək zamanın köməkçi feili will olur. İndiki bitmiş zamanda have, has. Keçmiş bitmiş zamanda had. Yəni, köməkçi feil nə edir bizə? Nə etməyə kömək edir? Sual verməyə kömək edir. Məsələn, deyirəm ki, sən televizor izləyirsən, necə olacaq? Do you watch TV? Yəni, bu sual verməyə kömək edir də mənim cümləmə. Mən indi baxıram ki, üçüncü sualımda when-dən sonra köməkçi feil olmadığına görə B ilə C arasında qalıram. Sonra nə gəlməlidir? When, köməkçi feil, mübtəda və xəbər. Baxıram ki, B variantı mənə uyğun oldu. D variantında yenə cümlədə why gəlib. Why səbəbə sual verir bu arada. Ondan sonra gəlməlidir köməkçi feil ya does ya do olan variantı götürürəm. Və baxıram ki,
Üçüncü cümlədə mübtədə gəlməlidir, sonra xəbər gəlməlidir. Yenə BD arasında qalıram. Amma yadda saxlayın ki, feilin sonunda S ola bilməz. Feilin sonunda S yalnız nəqli cümlədə olur. Bu bir. Sual cümləsində S qalmır da artıq. Bəzən olur, o da ki, buna aid deyil. Yəni cümlədə S saxlayıb do ilə sual vermək çox ağılsız bir hərəkətdir də. D variantı. S bilirsiniz nə zaman gəlir? Məsələn, cümləmdir, mənim deyirəm ki, we go. Biz gedirik, düzdürmü? V mübtədədir, go da xəbərimdir. İndi deyirəm ki, kim gedir? Kim? V-ni atıram cümlədə. Who go yazmalıyam, düzdürmü? Who deyəndə bir şəxs nəzərdə tutur deyə kim? Ona görə feilin sonuna S artıracaq. Who goes? Məsələn, they help. Onlar kömək edirlər. Kim kömək edir? Who helps? Bu yalnız indiki zamanda baş verir. Bax, bu S məsələsi yalnız indiki zamandadır. Çox xahiş edirəm. Başqa zamanda gəlib S göstərməyin. Birinci cümlədə yenə how often gəlir. İkinci köməkçi feil gəlməlidir. Köməkçi feil yalnız C-də və D variantında var deyə avtomatik olaraq digər variantlar çıxır. Sonra gəlməlidir mübtədə, görürsünüz. Sonra da gəlməlidir xəbər. D variantında elə bir şey yoxdur deyə götürmürəm. 6-cı sualıma yenə baxıram. Cümlədə birinci gəlməlidir. Where gəlib. Where. Sonra gəlməlidir köməkçi feil. Sonra gəlməlidir you mübtədə. Sonra isə xəbər gəlməlidir. İndi mən baxıram ki, mənim cümləmdə necədir? A variantında where, will, witness. Xəbər sonra mübtədə gəlib olmaz. Yəni mübtədə sonra xəbər gəlməli idi deyə A variantı çıxdı. B variantı onsuz da quruluşa görə uyğun gəlməmişdi deyə o çıxmışdı. O ayrı məsələ çıxdı. Sonra Y variantı da will ilə sual verəndə uşaqlar S olmaz deyə çıxdı. Aha, qaldım C-nin D arasında. V-dən sonra da birbaşa mübtədə gələ bilməz deyə C variantı qalır. Yəni, biz burada nə demişdik? Demişdik ki, köməkçi feilinə xəbər yanaşı gələ bilməz. Xüsusi sual, yəni məsələn, burada where nədir? Xüsusi sualdır da. Xüsusi sualdan sonra birbaşa mübtədə gələ bilməz. Keçirəm 7-ci sualda da A variantı o səbəbdən çıxır ki, xüsusi sualdan sonra how-dur, what-dur, when-dir, why-dir, nə bilim, bunların sonra heç vaxt birbaşa mübtədə gələ bilməz. Nə gəlməlidir? Köməkçi feil. Yəni, how-dan sonra birbaşa can gəlməlidir. Sonra awareness mübtədə, sonra da xəbərim gəlməlidir. Cavab da olacaq D variantı. 8-ci suala baxıram. 8-ci sualda yenə cümlədə birinci why gəlir, sağ olsun. İkinci köməkçi feil gəlməlidir, did. Aha. Sonra mübtədə gəlməlidir, amma A variantında görürsünüz xəbər gəlib deyə götürmürəm. Bunlar zaten çıxmışdı. Sonra did gələndə feil keçmiş zamanda qala bilməz ki, düzdürmü? Cavab ona görə D variantı olacaq. Aha, indi gəlir bizə deyir ki, what did inspire you to embark? What inspired did you? Yazı saxlayın ki, birincisi, köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. Köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. Köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. Aha, qaldı mı A, B arasında? İndi mən də baxıram ki, cümlədə bax, köməkçi feili var. Amma what inspires you did, o nə deməkdir ki? Yəni, burada kömək görürsünüz, cümlənin ümumiyyətlə strukturu doğru deyil. Cümlədə əgər mübtədəyə sual verirsə, məsələn, bax, görürsünüz, what burada mübtədə olubmuş əvvəl. Inspired də xəbəri olub, you da tamamlığı olub. Yəni, A variantı tamamilə doğrudur. What inspire, what deyəndə nə? Təki bildirir də. Yəni, birincisi S olmalıydı, əgər indiki zamanda olmuş olsaydı. İkincisi də ki, cümlədə belə quruluş olmaz uşaqlar. Ya what-dan sonra birbaşa xəbər gəlməlidir. Bax, burada bayaq qeyd elədim ki, bax, who ilə what-dan sonra birbaşa xəbər gələ bilir. Problem yoxdur onlarda. İndi məndə də B variantında, A variantında what-dan sonra birbaşa xəbər gəlib, sonra tamamlıq belə gedib də cümlə. B variantında isə what-dan sonra sağ olsun xəbər gəlib, sonra gəlib mübtədə, sonra təzədən did. O nədir ki? Elə cümlə quruluşu olmur axı. Yəni mübtədəyə sual verirsinizsə, birbaşa xəbər gəlir, sonra da cümlənin digər üzvləri. Daha köməkçi feilə ehtiyac olmur orada. 10-cu sual baxaram. Yəni köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. Did gələndə feil keçmiş zamanda qala bilməz. Aha, who was broke? Who was broke yox, who was broken olmalıydı feil. Ümumiyyətlə, to be üstə gəlsin V3 indiki bitmiş zamanda, broke isə V2-dir. Yəni, bu da heç bir zaman əksir etdirmir. C variantında mübtədəyə sual verib ki, kim sındırdı təlimatçının guideline-ı əməliyyat ərzindən isə belə bir şeydir. Guideline isə bələdçiliyə aid bir şeydir. 11-ci suala. Demək, sizi başınızı nə deyim də əvvəlcədən çaşdıracaq nə? Mübtədəyə sual vermə.
Yəni who ilə whatdan sonra birbaşa xəbər gələ bilər, amma digər sual əvəzliklərindən sonra qətiyyən mübtəda xəbər zad gətirə bilməyəcəksiniz də, bunu deyim. 11-ci sualda did gələndə uşaqlar began keçmişdə qala bilməz çıxdı. When-dən sonra birbaşa mübtəda gələ bilməz. Çünki ümumiyyətlə heç birindən sonra mübtəda gələ bilmir. Elə who olsun, what olsun. Who ilə whatdan sonra birbaşa xəbər gələ bilər. Aha, amma görürsünüz, mən sizə dedim ki, who ilə whatdan sonra birbaşa xəbər gələ bilər. When-dən sonra xəbər gələ bilməz. Necə olmalıdır bunların quruluşu? Birinci when, ikinci köməkçi fe'l, üçüncü mübtəda, dördüncü xəbər və son Y variantını götürəcəm. Sonra köməkçi fe'llə xəbər yanaşı işlənə bilməz. Sonra baxaq görək, did gələndə keçmiş zamanda qala bilməz. Köməkçi fe'llə xəbər yanaşı işlənə bilməz. Qaldım bu ayna C arasında. İndi mən də baxıram ki, what made you give up? Okay olar. What gave up you? Yo. What gave up you? O nə deməkdir? Deyir ki, A variantına deyir ki, what made you? Sənə nə vadar elədi ki, yəni yarışdakı yerindən imtina eləyəsən? C variantına deyir ki, nə imtina elədi səni yerivi yarışda? Yəni, mənə uyğun gəlmədi deyə A variantını götürürəm. 13-cü sualda köməkçi fe'llə xəbər yanaşı gələ bilməz. Ümumiyyətlə, why-dən. Why-dan sonra necə olmalıdır düstur? Köməkçi fe'l, mübtəda xəbər. Bir dənə dedik ki, who ilə what-dan sonra birbaşa xəbər işlənə bilər. Yəni, orada bir problem yoxdur. Amma bu why-dır, when-dir. Bunlardan sonra quruluş belə olmalıdır. Why, köməkçi fe'l, mübtəda xəbər. D variantı uyğun gəlir və salam. Çünki did gələndə keçmiş zamanda ola bilməz. Köməkçi fe'llə xəbər. Why-dən sonra da birbaşa mübtəda işlənə bilməz. Məsələn, bu 14 dələdir. Why, köməkçi fe'l, çıxdı bunlar. Mübtəda, sonra da xəbər. D variantı. Birincisi, did gələndə keçmiş zaman qala bilməz. Köməkçi fe'llə xəbər yanaşı işlənməz. How da elədi uşaqlar. How-dan sonra necə olmalıdır? Köməkçi fe'l, sonra mübtəda, sonra xəbər. Elə ona görə A variantıdır. B variantında how felt birbaşa xəbər gələ bilməz, mübtəda gələ bilməz, mübtəda gələ bilməz. How has a consonant felt ola bilərdi. Necə hiss edib? İndiki bitmiş zamana uyğun, yəni fe'l uyğun gəlmir. 16-da when də onlara aiddir ki, when-dən sonra da quruluş eyni qalır. When, köməkçi fe'l, mübtəda, xəbər. When, köməkçi fe'l, mübtəda, xəbər. Görürsünüz, C variantı uyğun gəlir. Çünki bu did gələndə began qala bilməz. When-dən sonra birbaşa mübtəda ola bilməz. When-dən sonra birbaşa mübtəda ola bilməz. Where də hələdir. Where gələcək, köməkçi fe'l gələcək, mübtəda, sonra da xəbər. Görən kimi elə C variantını götürəcəm. Çünki A variantından when-dən sonra birbaşa mübtəda gəlib. Found keçmiş zamandadır. D variantında when-dən sonra birbaşa mübtəda gələ bilməz. 18-ci sualıma baxıram. Yenə eyni qaydadır. Burası biraz diqqətli olmaq lazımdır. Bir dənə who ilə what-u görəndə uşaqlar diqqətli olun da. Bu başqa nə deyim sizə? Məsələn, burada görürsünüz what-dur, hə? O dəqiqə çıxın. Köməkçi fe'llə xəbər yanaşı işlənə bilməz. Sonra baxıram ki, has bring hansı zamandır ki, has brought olsaydı bəlkə indiki bitmiş zaman olardı. Amma has bring deyə bir zaman yoxdur. Aha, sonra baxıram ki, what has you brought to this dangerous, what has you? Şola, you-da has işlənir bəyəm, you-da have işlənir. Ona görə D variantı olacaq. He, she, it-də has işlənir. Qalan şəxslərdə də bilirik ki, have işlənir də. Where artıq asan olanlardandır. Köməkçi fe'l, mübtəda, xəbər. Yəni Y variantını götürəcəyik. Çünki where-dən sonra mübtəda, köməkçi fe'llə xəbər yanaşı işlənməz. Where-dən sonra mübtəda işlənməz. Who-da diqqətli olmaq lazımdır. Who ilə what-da diqqətli olmaq. Məsələn, baba 21 why-dır. Why asandır. Why-dan sonra gəlməlidir köməkçi fe'l, mübtəda, xəbər. Y variantı. Çünki did gələndə fe'l keçmişdə qala bilməz. Sonra has gave you, has given olmalıdır. Yazı saxlayın ki, have-in, has-in yanında fe'l V3 formada olmalıdır, V2-də yox. Sonra köməkçi fe'llə xəbər yanaşı işlənə bilməz, qalır Y variantı. Bu asandır, görürsünüz. 22 dəhlədir. Məsələn, bu V-yəni gördünüz. Yəni, who ilə what-dan başqa hansını gördünüzsə, biləcəksiniz ki, gəlməlidir. Məsələn, V-yə köməkçi fe'l, mübtəda, xəbər. D variantı bitdi, getdi. Yəni, məsələn, V-dən sonra heç birbaşa xəbər gələ bilməz, köməkçi fe'llə xəbər yanaşı işlənə bilməz, birinci mübtəda gələ bilməz, did gələndə fe'l keçmiş zamanda qala bilməz, asandır. Amma who olanda artıq biraz fikirləşməz. Birincisi biz belə keçdik ki, sizə köməkçi fe'llə xəbər yanaşı işlənə bilməz. Bu çıxdı. Who broken? Broken uşaqlar V3-dür. V3-ün işlənməsi üçün mütləq yanında ya to be olmalıdır, ya da have has olmalıdır ki, o hansısa bir zaman olsun. V3-ü özünü tək işlədə bilməz. İndiki bitmiş zamanda necə demişik? Have, has, üstə gəlsin V3. Amma bu V3-də deyil, axı V1-dədir.
A variantına baxın. Who-dan sonra demişik ki, has-dən sonra ümumiyyətlə biz have-in işlənməsini bilirik ki, əsas verb kimi, modal verb kimi, indiki bitmiş zaman kimi işlənə bilər have. Have əsas verb kimi işləyəndə tək olur. Modal verb kimi işləyəndə yanında to olur. İndiki bitmiş zaman kimi işləyəndə yanında V3 olur. Feilin 3-cü forması olur. Burada görürsünüz feilin 2-ci forması deyə bunu götürmürəm. Cavab qalır bir dənə Y variantı. Çıxdaş eləyə tapdım cavabım axır ki. Sonra 23-də when asantdır. When-dən sonra gəlməlidir. Köməkçi feil mübtəda xəbər. B variantı qutardı getdi. When-dən sonra birbaşa xəbər gələ bilməz. Sonra did gələndə feil keçmiş zamanda qala bilməz. Meet-də 2 dənə e olanda indiki zamanda, bir dənə e olanda keçmiş zamanda. Köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. When-dən sonra birbaşa mübtəda işlənə bilməz. Gəlirim 24-cü sualıma. 24-cü sualda baxıram ki, görüm A variantına nə səhv görürəm. Gəlir what, sonra gəlməlidir köməkçi feil, sonra mübtəda, aha, cümlədə xəbər yoxdur. A variantını rədd elədim. Sonra what, köməkçi feil, mübtəda, yenə xəbər yoxdur cümlədə. Elə şey olur, xəbər olmasın cümlədə. Xəbər yalnız əmizar ilə cümlə verilirsə, məsələn, how old are you? Görürsünüz, orada məsələn, are you? Xəbər yoxdur da, are gəlib, köməkçi feil, sonra mübtəda. Yəni, hərəkətsiz cümlələrdə xəbər olmaya bilər. Amma duyuna sual vermişsənsə, demək o hərəkətli cümlədir. Orada mütləq xəbər olmalıdır. Did gələndə uşaqlar feil keçmiş zamanda qala bilməz. Did gələndə feil artıq V1-ə dönməlidir. Yəni, done yox, do olmalıydı ki, what did the creature do during the sandstorm? Deyir ki, bu yaratıq qum qasırğası vaxtı nə elədi? Y variantı ona görə doğru cavabdır. 25-ci suala baxıram ki, köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. Köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. İndiki bitmiş zamanda isə have üstə gəlsin V3 olmalıydı. Draw, drew, drawn. Yəni V3 forması da odur. Qalarım ayrı bir arasında. Did gələndə də uşaqlar feil V3-də qala bilməz. Ona görə A variantı doğru cavabdır. Mən ümumiyyətlə when-dir, where-dir bunları görəndə çox sevinirəm. Çünki bilirəm ki, quruluş bir dənə olurdu onlarda. Amma who ilə what-da biraz ürəyim sıxılır. Çünki artıq biraz detallı baxmalıyam onlara. Məsələn, bu when-i gördümsə, artıq bilirəm ki, when, köməkçi feil, mübtəda, xəbər və sam C variantını götürəcəm. Çünki A variantında when-dən sonra birbaşa mübtəda gələ bilməz. Did gələndə spoke yox, speak-ə çevrilməli idi. Köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. When-dən sonra birbaşa mübtəda gələ bilməz. 27-də də həmçinin. Məsələn, birinci xüsusi sual gəlir, ikinci köməkçi feil gəlməlidir deyə D-yə çıxdı. Sonra cümlə did gətiribsə, feil V1-ə çevrilməlidir. Ona görə A variantı doğrudur. Məsələn, burada keçmiş zamanda qalıb, burada do ilə sual verib və feili V3-də saxlayıb. Olmaz axı elə şey. 28-ci sualda birinci when gəlir, ikinci köməkçi feil gəlməlidir, üçüncü mübtəda və xəbər. B variantı. Did gələndə idi qalmaz ay yoldaşlar. Məsələn, what-la onu görəndə kefim pozulur. Amma onu da tapmaq olur. Heç ölümlü, yəni burada ölüm yoxdur. Köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. Sonra baxıram ki, did gələndə feil keçmiş zamanda qala bilməz. What-dan sonra birbaşa mübtəda. Ümumiyyətlə, heç bir xüsusi haldan sonra birbaşa mübtəda işlənə bilməz. Qaldım B ilə Y arasında. Uşaqlar, cümlədə mübtəda varsa, demək mübtədəyə verilmiş sual deyil. Mübtədən sual olanda what-dan sonra gəlir xəbər, sonra da gəlir tamamlıq, belə gedir də. Yəni, ikinci bir mübtəda ola bilməz axı cümlədə. Y variantına baxıram ki, what, köməkçi feil, mübtəda xəbər. Elə bax, Y variantı uyğun gəlir. Deyir ki, what does she choose for the science project? O, elm layihəsi üçün nə seçdi? Həm tamamlığa verilən sualdır da bu. O nəyi seçdi? Demək, who gəlib, sonra gəlməlidir köməkçi feil, sonra mübtəda, sonra xəbər. Mən də baxıram ki, mənim cümləmin mübtədəsi, köməkçi feillə xəbər yanaşı işlənə bilməz. Bu çıxdı. Köməkçi feillə xəbər yanaşı işlənə bilməz. Who stole the handmade artwork? Beni saxlayıram. Who stole? Uşaqlarım, bayaq dedim, axı, V3 tək işlənə bilmir. V3-ün yanında mütləq ya əmizar ya da həvəz olmalıdır. Baxıram ki, who, köməkçi feil, mübtədə, xəbər. Aha. Who stole the handmade artwork? Who did the handmade artwork steal? Y variantda bilsin nə deyir? Deyir ki, kim əl işi incəsənət oğurladı, yoxsa B variantındakı kim oğurladı əl işi sənətini? Ona görə B variantı uyğun gəlir. Çünki C variantında məna uyğun gəlmir. Başa düşdünüz? 31-i görən kimi sevinirəm. 32-ni görən kimi sevinirəm. 33, 34 hamısından sevindim. 35-də qamqar alacaq yenə. Nəysə, 31-32-ni bunlar işləyək. Cümlədə V gəlir. İkinci köməkçi feil, üçüncü mübtəda, dördüncüdə xəbər. D variantı. Deyərsiniz, A-da məsələn did gələndə feil keçmişdən çıxmalıydı. 32-də yenə V gəlir. Sonra köməkçi feil, sonra mübtəda, sonra xəbər. Did the astronauts fly? Y variantı. D variantı ona görə olmuş ki, uşaqlar, does gələndə feil keçmişdə qala bilməz. Did gələndə feil yenə keçmişdə qala bilməz. V-dən sonra birbaşa xəbər gələ bilməz.
when-dən sonra ümumiyyətlə bitmiş zamanda olmur. 33-cü sualda why-dən sonra yəni gəlməlidir köməkçi feil, sonra mübtəda, sonra da feil də, xəbərdə də indiki zamanda olmalıdır. Çünki dit gələndə feil keçmişdə qala bilməz. 34 də həmçinin how gəlməlidir, sonra köməkçi feil, sonra mübtəda, sonra xəbər. Mübtədəm bizə what-dır, xəbərim də spread-dir. A variantı doğrudur. B variantında ümumiyyətlə köməkçi feil gəlməyib how-dan sonra. Dit gəlib, amma ing-nin burada nə yeri var? Dit gəlibsə bu s-in burada nə yeri var ay uşaqlar? What sözü təkdədirsə do ilə yox, does-dan sual verməli idi saxlana. Ona görə A variantı doğrudur. 35-də baxıram görüm elə bir variant var ki, məsələn what olsun, köməkçi feil olsun, sonra xəbər. What did you think of the workshop? B variantı olar da deyir ki, sən workshop haqqında nə düşünürsən? Cümlənin özü mübtədəsi varsa, demək tamamlığa verilən sualdır. Nəyi düşünürsən? 36-nı gördüm, sevindim. When, sonra gəlməlidir köməkçi feil, sonra mübtədə. Uşaqlar h, i, d, e gizlətmək deməkdir. Keçmiş zamanda isə hide olur. Məsələn, belə olur. Yəni, dit gələndə feil keçmişdə qala bilməz. Ona görə cavabım elə Y variantı doğrudur. V-dən sonra birbaşa xəbər gələ bilməz. Birinci gəlir how, sonra gəlməlidir köməkçi feil, sonra mübtədə, sonra xəbər. B variantı. What-u gördüm yenə. Dəhləm gedir bu vatdan. Demək, what gəldi. Çünki what ikili oynayır. Həm tamamlığa sual verə bilir, həm xəbərə sual verə bilir. Hələ plus həm də mübtədəyə sual verə bilir. Ona görə bir dənə mübtədədən sual olanda biraz fərqli sual verilir də. What-dan sonra birbaşa xəbər gəlir. Amma digər üzvlərə sual verəndə quruluş eyni gedir də. What, köməkçi feil, mübtədə, xəbər. Amma sən bu where bax, gör nə gözəldir. Where, sonra gəlir köməkçi feil, sonra mübtədə, sonra xəbər. C variantı olur. Çünki dit gələndə keçmiş zaman ola bilməz, voyadan sonra birbaşa xəbər gələ bilməz, mübtədə gələ bilməz. Məsələn, bu when də görürəm, sevinirəm. When-dən sonra gəlməlidir köməkçi feil, sonra mübtədə, sonra xəbər. Baxım görüm, when did the villagers build? Elə variant var? Var, C variantı. 42-də how-na görürəm, sevinirəm. Baxıram ki, how-dan sonra gəlməlidir did, sonra storm, sonra da blow, indiki zəd. Dit gələndə keçmiş zamanı saxlamayın. What competition, hansı yarış, sonra gəlməlidir köməkçi feil, sonra mübtədə, sonra xəbər. Şiyə də bilirik ki, du ilə sual vermək olmaz. Daz gələndə S düşməlidir. Bunda çıxdım. Cavabım qalır B variantı. Bu da asan idi. Bu 38-38-ə baxaq görə bu nə deyilir? Köməkçi feildən xəbər yanaşı işlənə bilməz. Ona görə çıxdı. Votdan sonra birbaşa mübtədə gələ bilməz. Sonra dit gələndə feil keçmiş zamanda said qala bilməz. Cavabı bəlkə ki variantı götürək. Gəlin görək B-də nədir? What said in the meeting the principal? Deyir ki, nə dedim iclasda direktor. Elə şey olmur. What did the principal say in the meeting? Belə bir şey olmalıdır. Yəni, bu cümlənin mübtədəsi principaldır. What deyil. Ona görə tamamilə yanlış cümlədir. 40-cı cümlədə köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. Köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. Dedim, axı, V3 tək işlənə bilmir. Feilin 3-cü forması ya qarşısına ya həz olmalıdır, ya da həz olmalıdır, ya da ki, əmizar falan olmalıdır. Bayaq bir cümlə dedim, burada. Dedim ki, nəsə cümlə yazdım, nə yazdım ora? Adda çəkdim. Məsələn, we go, biz gedirik, düzdürmü? Kim gedir? Kim deyəndə təki nəzərdə tuturam deyə feilin sonuna S artırıram, düzdürmü? İndi bu testimdə də, hanı o testim? Harada qalmışdım mən? Burada. Bax, who, give yox, gives olmalıdır. İndiki sadə zamanda who təki bildirir deyə cavab A variantı qalacaq. Gəldim 44-də. What, köməkçi feil, mübtədə, xəbər. Baxaq görək hansı variantda var? Y variantında var. 45-də yenə when, köməkçi feil, mübtədə, xəbər. Yenə D variantında var. Where, köməkçi feil, mübtədə, xəbər. B variantında var. A variantında məsələn sürü keçmiş zamanda deyə olmaz. Qalanlar da ki, məsələn du ilə sual verirəmsə, niyə keçmiş zamanda saxlayayım? Mən bunu feil qalmazaq hələ keçmiş zamanda. 47-ci sualda cümlədə gəlir birinci who. Köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. Sonra who bring yox, who brings olmalıdır. İndiki sadə zamanda əgər who-dan sonra xəbər gəlirsə, xəbər üçün şəxs səkində verilməlidir. Sonra köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. Qaldım B ilə D-nin arasında. B variantı deyir ki, kim gətirdi the swim films üzmə şeylərini, bu qolazada taxan şeylərə səyahət üçün B variantı olar. D variantında isə deyir ki, kim gətirildi üzmə, kim gətirildi nədir? Məchul növdə niyə verim ki feilimə? Məsələn, 49-dan 50-ni gördüm, çox sevindim. Where, köməkçi feil, mübtədə, xəbər.
Bilirsiniz də fall indiki zamanda da fellow keçmişidir. A variantı ona görə doğrudur. 49 dələ havlı gördüm, sevindim. Did, mübtədə, xəbər, A variantı. M-E-E-T indiki zamanda, amma met keçmiş zamandadır. Neyse, gəldim 48-ə yenə votu gördüm. Votdan sonra birbaşa mübtədə gələ bilməz, çıxdı. Did gələndə fail keçmiş zamanda qala bilməz. Sonra what thought the principal of the performance, nə düşündü performansın direktoru. Bir də ki, what did. Uşaqlar, direktor özü burada mübtədədir. Düzdürmü? Demək, tamamlığa verilən sualdır da. Ona görə what did mübtədə xəbər. Deyir ki, direktor performans ilə bağlı nə düşündü də, nəyi düşündü də variant. Çünki tamamlığa verilən sualdır. Tərcümə eləyəndə tapmaq olur. Məsələn, 51 də asandır. What gəlir, köməkçi feil gəlir, mübtədə gəlir, xəbər gəlir. A variantı doğru cavabdır.